Herkese salam dostlar, kanalıma ve yeni YouTube videoma hamınız xoş gəlmisiniz. Bugün panormal sualları Gemini'dən baxacağıq və qorxulu dolu hekayələri sizlərlə birlikdə oxuyacağıq. Mən sir rejimindən baxdım. Qəbristanlıq haqqında araşdırmalar apardım. Və mənə qorxulu dolu bir hekayə verdi. Belə qısa verirəm ki, yaxşıca oxuya bilərsiniz. Yəni bu uşaq axşamlar çəkic ilə birlikdə mismar belə götürüb qəbristanlığa gedib axşamlar və mənə dedim ki, mənə suallar versin, baxaq nə verib. Deyir ki, əgər bu üslubda hekayələr xoşunuza gəlirsə, növbəti addım üçün mənə bildirə bilərsiniz. Hadisənin Azərbaycanda konkret bir rayonda və ya kənddə keçməsini istəyirsiniz. Əlbəttə istəmərəm. Çünki yəni bu qorxulu bir hekayədir. Yəni bunu mənim yaxınlarımın yanında oxumaq düzgün olmayacaq. Mövzunun sihir, cinlər və ya qədim inanclarla bağlı olmasını istəyirsiniz. Sehirli ola bilər, qədim inanclarla ola bilər, amma cinlərlə heç vaxt ola bilməz. Çünki çox qorxu verir. Mən normalda paranormal, yəni qorxulu hekayələr qorxmuram. Amma yəni belə suallar çox qəribədir. Hekayənin sonu tamamilə sirli, mistik bitməsini üstün tutursunuz. Sirli bitməsini istəyərəm və deyək ki, 10 sual da ver. Baxaq başqa sir rejimi bizə nə gözəl suallar hazırlayıb. Görəcəyik sizlərlə birlikdə. Bu arada kanala abunə olmağı, like atmağı unutmayın. Budur, qorxu və paranormal mövzularda olan 10 suallıq test. Bu arada yorumlarınızı da gözləyirəm. Siz belə bir video çəkmisiniz. Suallıq test. Cavablarınızı seçin. Sonunda sizin necə bir qorxu hekayəsi qəhrəman olduğunuzu təyin edək. Gecə tək evdəsiniz və dəhlizdən qəfil addım səslər gəlir. İlk reaksiyanız nə olar? Hal-hazırda bu axşam səs gəlib. Mən çox qorxmuşam. Yəni inanmıram ki, səssiz qala bilim. Əlimə ağır bir şey alıb səs gələn tərəfə gedərəm. Qapını kilitləyib çarpayının altına gizlənərəm. Dostuma zəng edib vəziyyət danışarım. İlk öncə 102-yə zəng edirəm. Burada mənim cavabım yoxdur. Əlimə əşya götürməyi məncə ad çəkmirəm, amma yəni bilirsiniz də əşyanın adını çəkmirəm. Çünki bilirsiniz də, yəni bu video spama girməsin deyə mən belə deyirəm. Yəni heç vaxt əşyanı almaram. Qapını belə kilitləmərəm, dostuma da zəng etmərəm. Dostumu öz çətin günümə necə sala bilərəm ki, onda ən yaxşısı 102-yə zəng eləmək ya da qəhrəmancasına döyüşmək. Qaranlıq kənd yolunda maşınınız xarab oldu və telefonunuzun bateriyası bitdi. Nə edərsiniz? Ancaq ayaqlarım olduğu üçün ayağımla gedə bilərəm. Piyada ən yaxın işıq gələn tərəfə evə tərəf gedərəm. Maşının qapılarını kilitləyib səhəri gözlərəm. Yəni heç vaxt səhəri gözləyəmərəm. Yəni bu axşamda. Axşamda qorxulu olur. Kapotu açıb maşını düzəltməyə çalışarım. Burada elə ən yaxşı C variantıdır. Yorumlarınızı hökman gözləyirəm. Köhnə bir ev tapmışsınız və zirzəmirdə üzəri qıfıllı və qədim bir sandıq var. Sandığı açarsınız. Xeyr, açmaram. Əsla. Yəni cəmaatın şəxsi işlərinə qarışa bilmərəm. Yuxuda hər gecə eyni qaranlıq silueti görürsünüz. Bu vəziyyətdə nə edərsiniz? Qorxudan yatmaq istəmərəm, həkimə müraciət edərəm. Dostlarınızla köhnə tərk edilmiş bir qəbristanlığa getmişsiniz. Orada ən çox nəyə diqqət edirsiniz? Məncə heç nəyə diqqət etmərəm. Amma elə var ki, gedirlər adamın üzlərini cızırlar. Ən çox şəhidləri belə, yəni çox günahdır. Güzgüyə baxarkən arxanızdan bir kölgənin keçdiyini görürsünüz. Arxaya dönərsiniz. Mən dönmərəm. Çünki bilirəm ki, öz kölgəmdir də. Yəni qısa bir variantdır. Çox asandır. Sizcə qorxu hekayələrinizdəki ən qorxulu varlıq hansıdır? Görünməz ruhlar və cinlər, insan cildində girmiş bədheyblər, canlanan ölülər. Canlanan ölülər və görünməz ruhlar və cinlər. Ən çox cıv variantı mənə çox belə. Meşədə gəzərkən ağacın budağından asılmış qəribə bir gəlincik tapdınız. Nə edərsiniz?
Çirkindir. 1000 dənə mikrof dəyib ona. Niyə götürüm mən onu? Bir cadugar sizə gələcəyi görə biləcəyinizi, amma onun bədəli olacağınızı desə qəbul edərsiniz. Xeyr, inanmıram mən elə şeylərə heç vaxt. Bunlar da burada cavabları yazıb. Amma mən cavab demədim burada heç. Qorxu filmlərinə baxarkən adətən hansı hissi keçirirsiniz? C variantı seçəcəm çünki həqiqi həyatda belə bir şey baş versə təbii ki qorxuram, amma film olduğu üçün qorxmuram. Yenə 10 sual. Yenə 10 sual. Çox maraqlı gəldi mənə. Bu videonu da belə qısa bitirmək istəyirəm. Hardasa 10 dəqiqə falan. Yenə burada deyir, budur qorxu, mistika və paranormal hadisələr mövzusunda tamamilə yeni 10 sual. Cavablarınızı qeyd edin. Testin sonunda qorxu dünyasındakı rolunuzu müəyyən edək. Gecə saat 3:00-da telefonunuzun naməlum nömrədən yalnız sizin uşaqlıq şəkliniz səni görürəm mesajı gəlir. Nə edərsiniz? Mən əslində belə şeylərə çox inandım. Scare Teacher və Momo Play Marketdə belə oyunları yükləmişdim. Dedi pəncərəyə bax, mən oradayam. Mən elə mistik suallardan qorxmuşdum. Amma gördüm o artıq, yəni necə şey ola bilər? Mənim ev məkanım oraya yazılmayıb, bir şey olmayıb. Yəni mən bilirdim bu yalan olacağı üçün özümü çox da qorxuya salmadım. Mən özdə nömrəmdə kim mənə zəng eləsə təbii ki açıram. Siz də elə eləyin. Nömrəni açın. Nömrədə sizə nə edəcək ki? O sizin ev ünvanınızı bilmir, bir şey bilmir. Böyük kimi danışmıram, amma yəni sırf açın. Nömrəyə zəng edib kim olduğunu soruşaram və hədələyərəm. Bəli, bu cavabı yaxşıdır. Bloklayaram. Belə görsün mənlə məntiqsiz danışır, bloklayıb göndərərəm. Yeni köçdüyünüz evin divar kağızını qoparkən arxasında qədim bir qoruyucu tilsim və ya dua tapırsınız. Reaksiyonunuz nə olar? Nə bilim, duanı oxuyaram da. Yəni paranormal suallar yəni bunlara deyilir. Bunlara paranormal deyirlər. Adam da fikrini çəkir, baxırsaydı bir kazad olur. Mən ünlü olmadığım üçün inanmıram videomu tuta bilsin. Meşə kənarındakı tərk edilmiş oteldə tək gecələməli olursunuz. Hansı otağı seçərsiniz? Ən yuxarı mərtəbə məncə. Köhnə bir radiodan qəflətən yalnız sizin adınızı təkrarlayan boğuq bir səs gəlməyə. Mən bu sualı oxumuram çünki inanmıram. Həmən keçirəm. Lifə minirsiniz və güzgüdə öz əksinizi sizdən müstəqil hərəkət etdiyini, məsələn siz qımıldadandan onu gülümsələdiyini görürsünüz. Nə hiss edərsiniz? Mən nə şok keçirəm, nə ağlımı itirərəm, nə də göz yanılması olmağına baxaram. Ümumiyyətlə mənim qabağımdan maşın keçəndə mən onun göz təmasına baxıram. Birincisi. Özdə dükan zada da gedəndə maşın qabağımdan keçənə baxıram. Dayansa deməli bunda nəsə var. Amma dayanmasa bilirəm rahatam da. Özdə adamın tipindən də bilmək olur bu nə deyil, nə deyil. Dostunuz sizə paranormal hadisələrin yaşandığı iddia edilən bir kənddə gecə səfəri təklif edir. Mən qəbul edərəm. Səhərdən qorxuram, amma edərəm. Gecə yatarkən qəflətən yorğanınızın yavaş-yavaş ayağınızdan aşağıya doğru çəkildiyini hiss edərsiniz. İlk hərəkətiniz nə olur? Ayağım itələmiş ola bilər də, yəni bu paranormal sual olmadı ki. Sizcə paranormal hadisələrin baş verməsinin əsas səbəbi nədir? Adamı qorxuluyurlar. Qədim bir, bunu oxumuram. Bir qorxu hekayənizin içində olsaydınız, sonuncu necə olacağını düşünürdünüz? Sonunu bəlkə biraz qorxulu hesab edərdim. Bu arada 10 dəqiqədə söndürürəm. Məncə heç qorxulu değildi. Siz də yorumlara yazmağı unutmayın. Baxaq nə cavab verir. Tamamilə haklısınız. Bu suallar real qorxuda daha çox klasik qorxu film şablonlarına əsaslanırdı və qorxulu olmaqdan ziyadə əyləncəli bir test idi. Məncə də çox əyləncəli idi. Ümid edirəm ki, siz də əylənə bilmisiniz. Mən qəşəng əyləndim. Öpürəm sizləri. Kanala abunə olmağı, like atmağı və bildirimləri açmağı unutmayın. Bye.